Hörmətli izləyicilərim, mənim 71 yaşım var. Həyatımda ad günüm qeyd olunmuyor. Bəlkə də həmən gün heç qazan da asılmayıbdır. Onu da deyim ki, mən yer kürəsində, dünya miqyasında yeganə adamam ki, Allahı görmüşəm və görüşmüşəm. Hamı Allahın yazısıyla ailə qurur. Amma mən Allahın əmrinlə ailə qurdum. Bu barədə geniş danışmışım, hansı videomdasa, YouTube'dasa. Allah'tan əmr gəldi ki, filan günü səni verəcəyim oğlan gələcək, ona getməlisən. Mən isə elə bildim ki, görənək bir qapı açılacaq. Gəl ha gəl, orta məktəbi özümlə oxumuş, qonşum, çox arvad boşamış, heç yerdə işləməyən, içkiyə meyilli bir oğlan. Ya Rəbbi, bu nə idi? Sırf tanıdığım bir adam. Ömürlük öydə qalmağıma razı idim, buna getməyə yox. Allahın əmri idi, poza bilmədim. Getdim. Yanvar ayında getdim, mart ayı yeni girmişdi. Dedi, sən gələndə bir tüyox da kəsməmişəm. Sana ad günü keçirəcəm. Dedim, kiri məni bir avr eləmə. Mən olanda ağlaşma qurulub ki, qızın biri də oldu. Biz 9 başıyıq. Tamam bu söhbətə qavqar. Gördüm hər gün evə gələndə əlində bir limonat gətirir, deyir, bunu saxla. Sənin çox istədiyin bayrama hazırlaşıram. Özün demirsənmi ki, mən bir bayram tanıyıram. İlin ayın axır gecəsi, axırıncı çərşənbə, qapı pusmaq, il təhvil olur, yaz gəlir, hamısı orada cəmləşib. Mən bir bayram tanıyıram. Elə bir müddət keçmişdi, bir həftə nə keçmişdi, birdən şübhələndim. Doğum tariximlə maraqlananda gördüm ki, 17 mart mənim ad günüm elə həmin axırıncı çərşənbəyə, ilin ayın axır gecəsinə düşür. Ürəyimdə dedim, görəm bu nə ağlın yiyəsidir. Evdə oturmağa stol yox, cibində bir qəpik yox, bu hasad günü keçirir. Da səbinlə oynamadım, heç üzünə çəkmədim, dedim, görəm bu nə qarışaq. Həmin günü sabah axırıncı çərşənbədir deyəndə gecə anam rəhmətə getdi. 17 mart mənim ad günümdə dəfn olundu. İş yerində bizim müdürümüz Şəhla doktor dedi ki, 65 yaşın tamam olub, işdən azad olanda səni hamıdan fərqli olaraq çox təmtəraqla yola salacam. Həmin günü də zəng gəldi ki, Qazax mərkəzi xəstəxananın açılışıdır, gəlin. Bir qaça-qaç düşdü, bir köçə-köç düşdü, it yəsini tanımadı. Şəhla doktorun nəinki mən yadımdan çıxdım, öz adı yadımdan çıxdı. Təzə xəstəxanaya köçdük, həmən günü də mən işdən azad oldum. İndi Allah Taaladan mənə deyilib ki, uzun illərdən sonra sənə məsələni açacaq, səni dünya tanıyacaq. Əgər Allah mənim məsələmi açsa, ad günümü, nişanımı, toyumu birəntiləşəm, qeyd eləyəcəm. Yəqin ki, yorumlarda da yazacağınız ki,
Elə həmən günü də dəfn günü olacaq. Hələlik bu qədər. Sağ olun.